10 aprel 2025-ci il tarixində Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini akademik Rəfail Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri professor Anar İskəndərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini akademik Abel Məhərrəmov, Şota Rustaveli adına Gürcə Ədəbiyyatı İnstitutunun direktoru professor İlmar Atiyani, Milli Məclisin deputatları, AMİA Rəyasət Heyətinin üzvləri, AMİA-nın və Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin və Şota Rustaveli adına Gürcə Ədəbiyyatı İnstitutunun əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Yazıçılar Birliyinin Azərbaycan Milli Kitabxanasının nümayəndələri, gənc alimlər və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak ediblər. Elm gününə həsr edilmiş elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgiyə baxılıb, onun imza saatı təşkil olunub. Tədbiri giriş nitqi ilə AMİA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq elm günü və elmlə ədəbiyyatın dialoqu mövzusunda məruzə edib. Bu ilki elm gününün AMİA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli, dövlət başçısının Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 18 mart 2025-ci il tarixli sərəncamı ilə keçirilmiş şərəfli tarixi yola qiymət verildiyini və akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini bildirib. Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycan Elmi Akademiyanın kollektivi və ziyalılarımız adından Azərbaycan Milli Elmlər Akademiyasına elmimizə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin milli maraqlarını və prioritetlərini rəhbər tutaraq tədqiqatlarını davam etdirəcəklərini söyləyib. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin sosial siyasətində elm və təhsil əsas prioritet sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər milli elmi elitanın formalaşmasına və onların iqtisadi inkişafında rolunun artırılmasına yönəlmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri professor Anar İskəndərov çıxış edərək elmi ictimaiyyətini elm günü münasibəti ilə təbrik edib, Azərbaycan elminin tarixinə dair mühüm məqamlara toxunub. Çıxışının sonunda professor Anar İskəndərov son zamanlar aparılan kompleks islahatları nəzərə alaraq Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində daha böyük nailiyyətlərin əldə olunacağına inamını ifadə edib. Tədbir iştirakçılarını salamlayan Şota Rustaveli adına Gürcə Ədəbiyyatı İnstitutunun direktoru professor İlmar Atiyani Azərbaycan elmi ictimaiyyətini elm günü münasibəti ilə təbrik edib, qeyd edib ki, elm müxtəlif xalqların nümayəndələrini birləşdirən məkandır və məhz bu məkan Gürcüstan və Azərbaycan alimlərini bir araya gətirib. Rəhbərlik etdiyi qurumun AMİA Nizami Gəncəv adına Ədəbiyyat İnstitutu ilə 10 ildən artıq əməkdaşlıq etdiyini vurğulayan professor İlmar Atiyani, Şota Rustaveli və Nizami Gəncəvi layihəsi haqqında ətraflı məlumat verib. Şota Rustaveli adına Gürcə Ədəbiyyat İnstitutunda rəqəmsal ədəbiyyat mərkəzinin yaradıldığını qeyd edərək, professor AMİA Ədəbiyyat İnstitutunun alimlərini bu sahədə də əməkdaşlıq etməyə dəvət edib. Çıxışından sonra AMİA-nın prezidenti akademik İsa Həbibbəyli, Şota Rustaveli adına Gürcə Ədəbiyyatı İnstitutunun direktoru professor İlmar Atiyaniyə və professor Maka Elbakitseyə AMİA-nın təşəkkürnaməsini təqdim edib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rəfail Hüseynov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və Qobustan jurnalının baş redaktoru Pərvin Nuraliyeva çıxış edərək elm günü münasibəti ilə alimlərimizi təbrik edib, son illərdə Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışıb, o cümlədən xalq yazıçısı Anarın həyatı və ədəbi fəaliyyətinin incə məqamlarına toxunublar. Akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən süni intellekt vasitəsilə hazırlanmış Anarın səsləndirdiyi videonu təqdim edib. Daha sonra elm gününün fəxri qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edib. O, Azərbaycan alimlərini elm günü münasibəti ilə təbrik edib, yeni uğurlar, zirvələr arzulayıb. Bu əlamətdar bayram çərçivəsində həmçinin onun imza saatının əsərlərindən ibarət sərginin təşkilinə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirən Anar, tədbirdən öncə tanış olduğu elmi nailiyyətlər sərgisi haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, bu sərgi yalnız müstəqil ölkədə və tarixi zəfər qazanmış millətin elmi sərgisi ola bilər. Hazırda dərin tədqiqatların aparıldığı Qərbi Azərbaycan, Türk dünyası və digər prioritet sahələrin araşdırılmasının yalnız müstəqil ölkədə mümkün olduğunu vurğulayan xalq yazıçısı
yazıçısı müxtəlif dövrlərdə mövcud olan fərqlər haqqında bəhs edib, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMİA-da bu istiqamətlərdə görülən işlərin ölkəmizin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb. Çıxışlardan sonra anar haqqında hazırlanmış Anarla üz-üzə filmi nümayiş olunub. Tədbir çərçivəsində o cümlədən akademik İsa Həbibbəyli tərəfindən əldə etdikləri elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMİA-nın fəxri fərmanı, AMİA-nın fəxri diplomu, ilin gənc alimi diplomu və təşəkkürnamələr təqdim edilib. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mükafatı təqdim olunub. Sonda çıxış edən akademik İsa Həbibbəyli elm günü münasibətilə tədbir iştirakçılarına alimlərimizi təbrik edib, elmi tədqiqatlarında uğurlar arzulayıb. Sümbül Zalova, Ceyhun Şahniyevciyev, Şahin Rəsulov, İnfo TV.